Bakıda keçirilən amputant futbol üzrə Millətlər Liqasına yekun vurulub. Ramil Həbibovun baş məşqçisi olduğu komandamız qrupdakı son oyununu Ukraynaya qarşı keçirib. Bayıl Arena stadionunda başlayan görüş rəqibin 3-1 hesablı qələbəsi ilə bitib. Beləliklə yığmamız turniri bürünc medalla başa vurub. 9 xalla birinci olan Ukrayna qızıl, 8 xalla ikinci yer tutan İsrail gümüş medala sahib çıxıb. Maçlardan sonra keçirilən mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Mina Təmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov, Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateusz Widlak iştirak edib. Niderlandlı Edin Eggers ən yaxşı qapıcı, Azərbaycan millisindən Sənan Hacıyev C qrupunun ən yaxşı futbolçusu, Ukraynadan Dimitri Şihelski ən yaxşı gənc oyuncu seçilib. Turnirin bombardiri olan İsrail yığmasının üzvü Ben Mamana xüsusi hədiyyə verilib. Bundan başqa, Ukrayna yığmasına kubok və qızıl medal təqdim olunub. 8 xalla ikinci olan İsrail seçməsi gümüş, 7 xalla malik Azərbaycan millisi isə bürünc mükafatla təltif edilib. Amputant millimizin baş məşqçisi Ramil Həbibov komandamızın C liqasındakı çıxışını yüksək dəyərləndirib. Uşaqlar istədiyimizdən də çox artığını elədilər, sağ olsunlar. Çünki onların istədiyi bizim verdiyimizdən də artığını elədilər, çox sağ olsunlar. Elə bilirəm ki, bu komanda biraz gəncləşdirsək, gənc uşaqlar yenə də dəvət edirik, gəlsinlər, qazilər, ümumi əlillər gəlsinlər, komandamıza qoşulsunlar. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millimizin sonadək mübarizə apardığını qeyd edib. Komandamız axıra kimi vuruşdu. Özünüz də bildiyiniz kimi son oyunda iki əsas oyuncularımız oynamadı. Qırmızı və göz bakımdan. Lakin buna baxmayaraq komandamız sona kimi döyüşdü və 3-cü yeri əldə etdi. Ümumi baxanda müsbət qiymətləndirilir həm nəticəni, həm təşkilati məsələləri. Turnirin təşkili də yüksək səviyyədə təşkil olunmuşdu. Fürsətdən istifadə edib əlbəttə ki, AFFA və ANAMA-dan başqa da digər qurumlar, dövlət qurumları, dövlət tərəfindən dəstək var amputant futboluna və bu turnirin keçirilməsində SOCAR çox böyük bir dəstək oldu. Qeyd edək ki, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb.